Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz, biz bu günlərin Çağdaş Təhsil komandası olaraq Azərbaycanımızın çox gözəl və dilbər güşələrindən biri olan Astara rayonunun Ərçivan qəsəbəsindəyik. Ərçivan qəsəbəsində biz çoxlu sayda dəfələrlə gözəl çəkilişlər eləmişik və bu günlərdə sizə təqdim edəcəyim müəllimə qabaqcıl, nümunəvi və qocaman müəllimlərdən biridir. Adınız, soyadınız müəllimə? Hüseynova Leyla Askeralı qızı. Çox gözəl. Leyla müəllim, neçə ildir təhsil sahəsində çalışmısınız və çalışırsınız hal-hazırda? Hal-hazırda 42 ildir təhsil sahəsində. Hansı fən tədris edirsiniz? İqtisad sinif müəllimi. Çox gözəl. Ulu öndərimiz demişkən, müəllimlik peşəsi ən şərəfli peşələrdən biridir. Amma müəllimlik peşəsində də ən çətin ixtisas ibtidai sinifdir. Və bir sözlə ibtidai sinif müəllimləri həm ilk rəqəmləri, ilk əlifbanı, ilk ana sözünü, ata sözünü, vətən sözünü öyrədən müəllimlərdən biridir. Sizə öz adımızdan dərin təşəkkür bildirirəm, minnətdarım bildiririk. Çağdaş Təhsil komandası olaraq siz kimi müəllimlərlə fəxr edirik, qürur duyuruq. Müəllimə, bizim bu çəkilişimiz vasitəsilə öz tələbələrinizə, şagirdlərinizə ürək sözləri nə deyə bilərsiniz? Ürək sözlərimi, yəni ki, Tərpətmə. Bəli. Uğurlar arzulayardım. Həmişə yüksək səviyyələrdən adları gəlsin. Bizim də başımızın ucalığıdır ki, hər şagirdlərimiz bu cür təhsil alır. Neçə yaşınız var hal-hazırda müəllimə? Hal-hazırda 62 yaşım var. Çox gözəl. Arzu edirik ki, 65 yaşa qədər inşallah ilin ən yaxşı müəllimi, tərəqqi medalı və yaxud da əməkdar müəllimi adı alasınız. Biz də gələk sizlərlə bağlı gözəl çəkiliş eləyək. Biz bilirik, siz də gözəl anasınız. Neçə övladınız var? 4 övladımız var. Allah saxlasın. Adlar nədir övladlarınızın? Birinci Hüseynova Seyrana biologiya müəlliməsidir. 4 övladım hamısı müəllimdir. Çox gözəl. İkinci övladım Hüseynova Məryəm ədəbiyyat müəllimidir. Üçüncü övladım Hüseynova Nərgiz coğrafiya müəllimidir. Dördüncü övladımız isə Hüseynov İsmail tarix müəllimidir. Anamız sizi də xoş gördük. Adınız, soyadınız anamız? Nə arzuluyorsunuz müəllimiyə? Nə deyə bilərsiniz? Nə deyərsiniz? Ürək sözü nə deyə bilərsən? Navalar. Allah sizə can sağlığı versin, sizə uzun ömür versin. Allah təala sizə əksik eləməsin. Siz də həyat yoldaşısınız. Adınız nədir? Hüseynova İsmailov. Çox gözəl. Müəlliməyə nə arzuluyorsunuz? Kamera arxasında bizə ürək sözlərini dediniz, müəllimə ilə fəxr elədiniz, bildirdiniz. Nə deyə bilərsiniz? Can sağlığı arzuluyorsunuz. Uğurlar arzuluyorsunuz. Nə deyə bilərsiniz? Müəlliməyə, Bəli. müəlliməyə bundan sonra da 100 yaşasın və uzun müddət yenə də müəllim işləsin. Bizim ailə müəllim ailəsidir. Çox gözəl. Bizim də arzumuz odur ki, inşallah mən Vüsal Kəlbəcəri Çağdaş Təhsil komandasının rəhbəri bizim arzumuz odur ki, müəllimənin inşallah 65, 70, 80, 90 yaşı olsun gələk gözəl çəkiliş eləyək. Təşəkkürlər, minnətdaram, çox sağ olun.